Hədislərimizdə var ki, kişi qadına bir dəfə gündə deməlidir ki, mən səni sevirəm. Çətin deyil rayət edir. Heç çətin deyil, icazə verin. Azərbaycan kişi Yəni bizim qədimdə qoy bunu deyim. Qədimdə heç o ildə bir dəfə olmayıb usta. Qədimdə kişilər həmişə mənim yadıma gəlir. Yaşlı kişilər başına kepka qoyardılar, arvaddan 10 metrə qabaqda gedərlər. Bəli, indi də qalıb bəzi Əlbəttə məncə çox pis bir şeydir bu. Maraqlıdır ki, nişanlı vaxt necə deyir onu? Yazır, deyir, ürək atır, gül atır, nə bilim. Gündə 100 dəfə. 100 dəfə. Yəni necə olur bu evlənəndən sonra bunlar paç olur? O sevgi o mərhələdə yaxşıdır. İndi mən istəyirəm nə deyəm. Nə üçün nişanlı vaxtı oğlanla qız bir-birinə çox bağlı olurlar. Əhsən. Amma o bağlılıq müəyyən müddətdən sonra adiləşir. Yəni o sözlər aradan gedir. Peyğəmbər bu, o sözlər aradan gedir. O eşqi ibraz aşkar etmək aradan gedir. Daha ki, alıb gətirib özünə sığışdırmır ki, mən qadıma deyim, mən səni sevirəm. Bir dənə gül alsın, versin, bir dənə eşq sözü desin. Bu ona deyə bilmir, o buna deyə bilmir. Biri qaynatasından utanır, biri qaynanasından utanır. İkisi öz bir-birindən utanır. Deyə bilmirlər, nəticədə bu soyuqluq yanır. Peyğəmbər buyurur ki, əgər bir kişi gündə bir dəfə öz xanımına deyə, xanımına nişanlısına yox, nişanlısı ki, Peyğəmbər deməsi də deyir. İnni uhibbuk. Yəni mən səni sevirəm. Bunun eşqi əbədən bu kişinin eşqi o qadının qəlbindən çıxmır. Demir, diqqətsizlik edir, qayğısızlıq edir. O da çıxır. O da çıxır. Sonra da geri qaytarmaq çətin olur. Geri qaytarmaq çətin deyə mümkün deyil. Allah etməsin ki, o eşq, o boşluq başqa yerdən doğsun. Onda artıq heç vaxt qayıda bilməz.